Mən bəzən xoşum gəlmir, filan kəs xoşbəxtdir, filan ev xoşbəxtdir, filan ölkə xoşbəxtdir. Ümumiyyətlə, xoşbəxtçilik nisbidir. Mənim aləmimdə bədbəxtçilik də nisbidir. Tam xoşbəxtçilik yoxdur, tam bədbəxtçilik yoxdur. Mənim ən sevmədiyim bir söz var. Mən o uğura imza ata bilmirəm. Yalan sözdür. Deməli, tənbəlsən ki, uğura imza ata bilmirsən. Əgər mücadelələrin, əgər fəaliyyətin, əgər həqiqətən pragmatik düşüncələrlə sən addım atmış olsan, sən ən böyük xoşbəxtlərin xoşbəxti olacaqsan. Xoşbəxt adam ağıllı, müdrik və gələcəyə baxan bir insandır. Ona görə xoşbəxtçilik hər halda daimi deyil. Bunun daimi və müstəqil olması üçün insan gərək daim onu qorumalıdır, o neymət əlində saxlamalıdır. Ailə kimi, ailə dəyərlərini qoruyan kişilər, ailədə daxili problemlər olur, o problemləri həll etmək üçün sənin və mənim üzərimə ən böyük görəv düşür. Bugün ailədə problemlər varsa, mənə nə deyərsən, o ailə qloballaşacaq problemi böyüyəcək və böyük bir, Allah uzaq eləsin, boşanmaya gətirib çıxardacaq. Ailə də, cəmiyyət də, dövlət də hamısı vahid bir yumruq altında birləşərsə, o ailə, o cəmiyyət, o ölkə bir olacaq.